Tanınmış idman mütəxəssisi və məşhur Sima Kamil Zeynallı, qızı Sahilənin anası estrada müğənnisi Gülay Zeynallı barədə verdiyi açıqlama ilə diqqətləri yenidən öz üzərinə çəkib. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Xəbərin ünvanı Sfera Aza istinadən xəbər verir ki, Kamil Zeynallı ATV-də yayımlanan Tarixin Bir Günü adlı proqramda iştirak edərkən sənət camiəsində müğənnilərin gecə saatlarında məclislərə dəvət olunması məsələsinə toxunub. O, bu məqamda Gülay Zeynallının adını çəkərək onun ailə həyatına və prinsiplərinə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb. Kamil Zeynallının sözlərinə görə Gülay Zeynallını yaxından tanıyan insanlar onun həyat tərzini yaxşı bilir və bu səbəbdən də gecə saatlarında onu tədbirə çağırmaq fikrinə düşməzlər. Hər kəsin öz çevrəsi, tanışları var. Hər kəs bilir ki, kimi nə vaxt hara dəvət etmək olar. Gülay elə qadınlardandır ki, heç kim ona gecə saat 2-də zəng edib hansısa məclisə çağırmaz. Bu mümkün deyil. Onu tanıyanlar bilir ki, evdə körpə var, uşağı vaxtında yatızdırır, səhər tezdən durub məktəbə yola salır. Gülay Zeynallının sənət aləmində olsa da ailəyə bağlı və məsuliyyətli bir ana kimi tanındığını qeyd edib. Onun bu məsuliyyətli yanaşması səbəbindən ətrafındakı insanlar da bu həssaslığa hörmətlə yanaşır. Bir çox istifadəçi Kamil Zeynallının fikirlərinə dəstək verərək, sənət insanlarının da ailə və şəxsi həyatlarına sayğı göstərilməsinin vacibliyini vurğulayıb.